Orxan mənim dostumdur, əziz dostumdur. Amma oxumağı bayağıdır da, məsəl üçün də. Özünə demirsənmi, Orxan, sən bayağı oxuyursan? Əlbəttə ki, demişəm, burada nə var ki. Amma ki, mən istəmirəm bu barədə xəbərlər kimi çıxsın, çox xahiş edirəm sizdən. Amma sən canlı yayımda deyirsən ki, Orxan Lökbətanlı bayağı ifaçıdır və deyirsən ki, mən bunu xəbər kimi çıxmasını istəmirəm. Meyxanaçı bunu kimi. yaxşı Gəlin, İsa bunu axıra vermədi. kimi danışaq da. Bir saniyə, bunu İsa vermədi. Bunu dostumuz Zəhra vermədi. Bunu dostumuz Pəqviz vermədi. Bunu tanımadığımız Əli, Vəli, Pirvəli götürüb verəcək. Səhv deyirəm. Qoy versin də, indi qulaq asın. Biz verməyək. Meyxanaçı kimi mən onların sənətinə böyük hörmətim var. Bilirsiniz. İndi onlar da yəni pul qazanmaqdan ötürü elə musiqilər ifa edirlər bəzən. Amma ki, bu yaxınlarda hər ikisinə müraciət eləmişəm. Orxana da müraciət eləmişəm ki, mənə təcili şeir yazmaq lazım idi. Sağ olsun. 2 saat ərzində mənə bir şeir göndərdi. Biz konsert təşkil eləmişdik.